Salam değerli şagirdler ve abituriyentler. Bildiğimiz gibi bugün 1 Mart tarixində OTK 11-ci sinif və 10-cu siniflər üçün sınaq imtahanı təşkil elədi. Bugün indi biz 11-ci siniflər üçün təşkil olunmuş sınağın dil qaydalarına aid olan sualların izahına baxacağıq. Bu tipli izahların tez-tez gəlməyini istəyirsə nə edirik? Dəstək olmaq üçün abunə oluruq, bəyənirik və videolarımızı paylaşırıq ki, digər abituriyentlər də faydalanmış olsun. Çünki imtahana artıq çox az bir vaxt qalıb. Növbəti həftənin birinci günü artıq 11-ci siniflər üçün ilk zonanın buraxılış imtahanı keçiriləcək bildiyimiz kimi. Yəni son bir həftə ən önəmli vaxtlardır. Bu dövrdə mütləq şəkildə sınaqlar işləməyə çalışın. Ötən illərdə istifadə olunmuş buraxılış imtahanında olan suallara baxın, mətnlərə baxın, abituriyent jurnalında nəşr olunan model suallara baxın. Çünki artıq az bir vaxt qalıb. Bu dövrdə yalnız lazımdır nə etmək, təkrar eləmək. Baxaq birinci suala. Cümlədəki durğu işarələri bərpa edilsə hansı vasitəsi nitq sxeminə uyğun olar deyir. Samir, bəli gələcəyəm. Baxın artıq qarşı tərəfin nitqi xitabı başladı. Samirdən sonra qoşa nöqtəmi qoyacağam. Bu nədir? Müəllifin sözüdür. Qoşa nöqtəmi qoydum. Mütləq dırnaq işarəsini açıram. Vasitəsi nitq başladı. Bəli gələcəyəm dedi. Dediyin görsənsə cümlənin ortasındadır. Hər iki tərəfdə vergül tirədən ayıracaqsan. Müəllifin sözüdür. Vergül tirə. Eləmi? Biraz gecikə bilərəm. Vasitəsiz nitq nöqtəni də qoyacağam. Vasitəsiz nitq nöqtə. Nə olacaq? D variantı. Son samiti fərqli tələffüz olunan sözləri müəyyən edək. Əmlak olduğu kimidir ki, çürük xışdırıqdan tələffüz olundu. Miras olduğu kimidir. Dənli, dənni olur da bu n-ya çevrilir. Demək bunu da götürəcəm, bunu da götürəcəm. Miskin n olduğu kimidir. Xərac da ç-dır. Sözün sonu b, c, d, c ilə bitirsə nə olur? Ən son samit özünün kağıt şəklindən tələffüz edilir. Yerinə görə söz birləşməsinin əsas və aslı tərəfi ola bilər. Vətən ola bilər, təşkil etmək olar. Əlbəttə olmaz. Köməkçi nitq hissələrimiz beləliklə də həmçinin. Köməkçi nitq hissələrimiz bildiyimiz kimi söz birləşməsinin əsas və aslı tərəfi olmur da. Çünki onlar müstəqil leksik mənaya malik olan söz deyil axı. Elə cavab 1, 2, 3 qalır. Cümlələrin birində vergül işarəsindən düzgün istifadə edilməyib. Sanki hər tərəf ağ örpüyə bürünüb. Belə cavabım A variantıdır. Niyə görə? Çünki bilirəm ki, sankidir. Eləmi? Güyadır. Elə bildi. Bunlarda mən nə edəcəm? Vergül işarəsindən istifadə etməyəcəm. Bu modal sözlərdə istisna var da. Yaxşılıq elə minnət qoyma. Mürəkkəb cümlənin tərəfləri arasındadır. Ey yaxına gəlin. Burada nidadır, həm də xitab şəklində işlənib. Qızılın dostu, qızılın sahibi düşməni çoxdur. Bu da xitab vəzifəsidir. Elm başın tacı, pul isə əsarət zənciridir. Bu da nədir? Tabisiz mürəkkəb cümlənin tərəfləri arasında işlənib. Vergül işarəsi burada da doğru işlənib. Ona görə bu da getdi. Yəni cavabım qaldı A variantı. Mübariz adam üçün məğlubiyyət ar deyil. Ar deyil xəbər. Nə məğlubiyyət? Kim üçün? Adam üçün. Tamamlığımız. Hansı adam üçün? Mübariz adam üçün. Demək uşaqlar sxeminə görə gördüyümüz kimi uyğun deyil. Səndən yanlış fikirlər istəyir. 3-ü götürəcəm ilk olaraq. İndi gəlin başlayaq birdən. Nəqli cümlədir. Adi nəqli cümlədir. Bəli. Normal imtahanı deyilir. Sonda nöqtə işarəsi qoyulmalıdır. Xəbər də əmr şəklində deyil ki, deyəm ki, əmr cümləsidir. Ümumi şəxsli cümlədir. Xeyr. Baxın, mübtədan gördüyüm məğlubiyyət. Ar deyil, xəbəri gördüyüm. Bir cümlədə mübtəda var, xəbər var. Yəni məzmunu nə olur olsun, mənası hər kəsə aid olsa belə fərq yoxdur. Bu nə olacaq? Ümumi şəxsli cümlə olmayacaq, müəyyən şəxsli cümlə olacaq. Çünki mübtəda var, xəbər var. Burada da mübariz adam üçün məğlubiyyət ar deyil, məzmunu normalda ümumi hər kəsə aiddir. Lakin burada mübtəda olduğu üçün mən bunu ümumi şəxsli cümlə götürə bilmərəm. Bu getdi. Getmədi, elə götürdüm də bunu. 2-3 də elə cavabım Y variantı. Söz birləşməsinin ifadə olunan cümlə üzvü yoxdur. Söz birləşməsinin ifadə olunan cümlə üzvü yoxdur. Söz birləşməsi var ha, mübariz adam. Amma biri təyindir, biri tamamlıqda axı. Birinci növ təyin söz birləşməsi bilirik ki, ayrılır da onsuz da bircə götürülmür ki. Belə. Sonra tərkibində həmcins üzvlər olmayan hansı cümlə tabesizlik əlaqəsi var? Həmcins üzvlər yoxdursa və tabesizlik əlaqəsi axtarırsa, sən artıq tabesiz mürəkkəb cümlə axtaracaqsan. Eləmi? Yoxsul çox şey istər, həris isə hər şey istər. Deməli, istər kim yoxsul, eləmi? İstəyər kim həris. Hər iki tərəfin özəl mübtədası və xəbəri var. Bu nə? Tabis mürəkkəb cümlədir və aralarında tabislik əlaqəsi var. Cavabımız olacaq A variantı. Məğlubiyyətin başında təkəbbür və xudbinlikdir. Təkəbbür və xudbinlik həmcins üzvdür, eləmi? Bu getdi. Elm və sənətdə. Elm və sənət həmcins üzvdür. Getdi.
Yüksək qalxmaq istəyirsinizsə, lap aşağıdan başlamalısınız. Demək başlamalısınız kimsiz, deyirsinizsə saz-səta bilmürəkkəb cümlədir, eləmi? Şərab insanın qatilə və oğruya çevrilir. Qatil və oğru da tabiəsizlik əlaqəsidir. Yəni həmcins üzvdür. Səndən nə istəyir? Həmcins üzv olmasın deyir. Ona görə bu da getdi. Cavab qalacaq A variantı. Sonuncu saiti uzun tələffüz olunan sözlər. Sonuncudan bunlar nəsə bugün xüsusi intriqalar var. Son saiti uzun tələffüz olunsun. Qoşa son saitləri bilirəm ki, biri düşəcək, digəri uzun tələffüz olacaq. Məsələn, bu rahatdır. 1-dən 4-dür. Mən avtomatik götürəcəm. Yanına da ataq da kimisə. İcraat, elə qoşa adı burada var. 3-ü də atdım bu yanına. Dahi yani A uzun tələffüz olunur, Ə yox. Bu getdi. Rütubət uzun tələffüz olunur, Ə yox. Bu da belə getdi. Cavab nə qaldı? 1, 3, 4, Y variantı. Yalnız əsas nitqsəldən ibarət cümlə. Uçmağı bacarmayanlar, demək uçmaq məstər, yəni feildir. Nitq səsinə gedək də bir. Feil, bacarmayan feil, uçurum isim, kənar zərf, eləmi? Yuva isim, qurmaq feil. Uğur qazanmaq üçün var da, burada qoşma. Eləmi? Burada ən var, ədat. İnsanı necə də nə? Puldan başqa heç nə olmayan insan necə də yoxsuldur. Məsələn, dadə. Burada da ilə. Daha da var hətta. Sonra elə səndən istəyir, yalnız əsas nitqsəldən ibarət olan cümlə cavabınız olacaq A variantı. Üzərində rəqəm yazılmış hansı söz isim deyil, lakin ismin sonuna cavab verir. Avtobusdakılar kim? Avtobusdakılar 1. Cavab D var. Dakını görürsən uşaqlar. Bu nədir? Sifətdir. Kim? Avtobusdakılar. Əslində nə olmalıdır? Avtobusdakı insanlar ana ilə körpə uşağına yer göstərdilər. Nə olmalıdır? Yəni aid olduğu isim cümlədən buraxıldığı zaman neyinir sifət? Deyir ki, sənin yoxluğunu mən hiss elətdirməyəcəm. Sənin bütün xüsusiyyətləri götürürəm. Üzərində nə şəkilçi varsa, yükün varsa ver mənə, götürəcəm. Sənin sonuna cavab verəcəm. Sənin kimi cümlədə mübtəda tamamlıq olacam. Eləmi? Lakin bir dənə o məsələ var ki, nitq hissəmi dəyişmirəm deyir. Yəni adım özümə. Yəni bu sifətdir. Sifət. Sonra klassiyada tamamlaya bilən nümunəni müəyyən edək. Başlanğıc formada 2 leksik şəkilçi olan sözdür. Başlanğıc formasında 2 leksik şəkilçi olan sözdür. Demək bağdan bağlamaq, bağlayıcı da leksik, eləmi? Gözəl, gözəlləşmək, gözəlləşdirmək, əndə feil sifət, çox, çoxalmaq, çoxaltmaq, çoxaltdırmaq, eləmi? Söz, sözləmək yoxdur, sözləşmək, sonra yol, yoldaş, yoldaşlıq da. 2 leksik görürəm ki, 1-dən 4-dədir, eləmi? Cavabım olacaq E variantı. Belə uşaqlar, burada biz yekunlaşdırırıq. Növbəti izahlarımızda publistik və bədii mətninə baxacağıq. Hər hansısa bir sualınız varsa, rəy bölməsini yazmağı unutmayın. Sağ olun, növbəti dərslərdə görüşərik.